Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz yoldaşlara salam deyirəm. Yeni ili, yeni günləri sizə təbrik deyirəm. Deyir, ya müqəllibəl qulub vəl əhval, ya müdəbbirəl leyli vəl nəhar, ya muhavviləl havli vəl əhval, havvil halana ilə əhsənil hal. Ey ürəkləri dəyişdirən, ey işləri tədbir eləyən, bizim də hallarımızı dəyişdir, gələn günlərimizi xeyr eləcdən. Oğuz bayramını sizlərə təbrik deyirəm. Baharın yeni gəlməsini, təbiətin yenidən açılmasını ki, bizlərə bir peyğamdır ki, özümüzü yenidən tapaq, onu da mən sizə təbrik deyirəm. İslamlıq və tühlüğün il dönümüdür. Biz bir il sizinlə ayaq bə ayaq, diz bə diz, ürək bə ürək gəldik. Hər həftə sizinlə sözlər paylaşdıq. İslamlıq, tühlüq, İslam dünyası ilə, Türk dünyasına aid olan mərifətlərdən danışırdı. İslamlıq, yəni İslam dünyasından alimlər çıxan mərifətlər ki, oradan qaynaqlanıbdır. Tühlüq, yəni Türk dünyasından mərifətlər və alimlər ki, qaynaqlanıblar və oradan çıxıblar. Bunların nə münasibətləri və ilgiləri bir-birləri ilə olubdur. Birinci sorğu buradan başlandı ki, biz soruşduq ki, hər insan özündən soruşmalıdır ki, sən kimsən, sənin kimliyin və hüviyyətin nədə məna tapa bilər. Ona görə biz hüviyyətə 5 dənə müəllifə saydıq. Birincisi din, ikincisi dil, üçüncüsü tarix, dördüncüsü coğrafiya, beşincisi kültür ya fərhəng. Demək olar, o əlləri ki, istəyirdi ki, din ilə dili bir-birindən ayırsın, onlara yeni bir hüviyyət bağışlasın, bizim bu anlamımızda yerləşmirdi. Ona görə ki, din və dil ikisi də elə insanın hüviyyətlərindən bir hüviyyəti sayılırdı, bir kimlik sayılırdı. O əsasda Batı dünyasına da baxsaz, görürsünüz ki, onlar iki düşüncəni dəstəkləyirlər. Birincisi, o İslami ki, onun içində hüviyyət və milliyyət yoxdur. İkincisi, o milliyyəti ki, ya hüviyyəti ki, onun içində İslam yoxdur. Təhcə düşüncəyi ki, Batı dünyası, Qərb dünyası ondan qorxur, demək olar, İslamla Türk dünyasının birləşməsidir. O əsasda, əgər İslam aləmindən Türk aləminə təhcə bir şəriət gəldi ki, onu törə ilə türklər yumuşatdılar, amma bütün varlıqlarını da İslam aləminə bağışladılar ki, bizim söhbətlərdə 5 töhfə, 5 mirasıdır. Birincisi fəlsəfə, ikincisi hikmət, üçüncüsü elmin metodolojisi, dördüncüsü irfan ilə multikulturalizm və beşincisi hökmdarlığın fəndi, feli, siyasətçilik, idarəçilik, məmləkəti nə cür dolandırmaq. O əsasda fəlsəfə elmlərin anası sayılırdı. Fəlsəfə Əbu Nəsr Farabidən İslam aləminə ağnadı. Əbu Nəsr Farabi bir türk müsəlman filsuf olaraq orada Qızıl Almanın mərifəti təməllərini bizə göstərdi. Mədini Fazilənin 4 dənə düşməni var idi. Cahilə, fasiqə, zallə, mütəbəddilə. Və Farabi deyirdi, siz utopiyanı qurmaq üçün gərək onun düşmənlərini aradan götürəsiz. O əsasda biz o fəlsəfəni milli fəlsəfə bildik. Milli, yəni özümüzünkü. Yəni o ki, millət əsasında qurulur. Millət dildən qurulurdu. Yəni Farabi özü də belə düşünürdü. Deyirdi, bir toplum ki, ortaq bunların amacları vardı.
dil əsasında bir yerə yığışırlar, milləti neynirlər, düzəldirlər. O əsasda biz milli fəlsəfədən söhbət elədik. Yəni bu milli fəlsəfə fərqli idi. Batı dünyasının fəlsəfəsi ilə, Hind, Yunan bunların fəlsəfəsi ilə fərqli idi. Bu fəlsəfə tədbir bəqaya fikirləşirdi. Tənazu bəqaya yox. Bu fəlsəfənin içində sülh, barış və ədalət var idi. İkincisi hikmət idi. Hikmət Qutadğu Bilik kitabında 6645 beytə yaxın Yusif Balasağonlunun əsəri ilə biz sizlə paylaşdıq. Orada fərqli şəxsiyyətlər var idi. Gündoğdu, Aydoldu, Öydülmüş, Udqurmuş. Hər bir şəxsiyyət, bu insanlar bir şeyləri təmsil eləyirdilər. Ədalət, qanun, əql, irfan bunların içində var idi. O əsasda əgər əməli fəlsəfənin adını biz hikmət qoysaq, hikmət də yaşayışın nəzminə və onu tədbirə çəkməyinə bir para tezlər versə, türk müsəlmanların milli hikməti Qutadğu Bilikdə təriflənir. Bu kitabda nə cür hakim millətlə davrana bilər, millət nə cür hakim ilə davrana bilər, əsnafla necə danışmaq olar, süfrə başında necə oturmaq olar, bunların hamısı bu kitabda gəlmişdir. Biz bunları sizinlə paylaşdıq. Bizim hikmətimiz, milli fəlsəfəmiz Batı dünyasında olan hikmət və fəlsəfə ilə qarşı-qarşıya idi. Niyə ki, orada onlar Fransız Beykənin düşüncəsi əsasında, Machiavellinin düşüncəsi əsasında bunlar Allahı təbiətdən və aləmdən və Adəmdən qırağa qoydular və dedilər ki, o ölübdür. Çünki o ölən kimin bizim əl-ayağımız açıq olur ki, təbiəti biz qamçılayaq və sağaq və olmayan onun şeylərini neyniyək biz talayaq. O əsasda bunlar gəldilər, Məsihiyyətlə fəlsəfəni birləşdirdilər. Özlərində bir yeni fəlsəfə yaratdılar. Sekularizasyon ki, orada tərh olunmuşdu Batı dünyasında. Təhcə tacı papın başından götürüb şahların başına qoymaqdır. Millət öz içində öz Məsihiyyətini saxlayırdı, kilisaya gedirdilər. O əsasda o fəlsəfənin içində bir zülümkar, bir tamahkar insan eşiyə qoyuldu ki, özgə insanlara rəhm eləmədi, özgə insanları aşağı səviyyədə gördü. Ona görə şərq dünyasına və İslam dünyasına bunlar həcmə gətdilər. Sərvətlərini taladılar. Kompaniya Hindi şərqi belə oldu ki, iş üstünə gəldi. Və bunların bircə düşmənləri var idi ki, şuubiyyə oradan qaynaqlanırdı. O düşmən də İslam idi. İslamı aradan götürmək üçün gəldilər, tühlərlə qarşı-qarşıya dayandılar. Niyə ki, tühlər İslamın doğru, düzgün dəstək verənləri, daşıyanları olmuşlar. Maidə surəsində 54-cü ayədə qovm kələməsinin misdağı həmən tühlər olmuşdular. Bunlar Seyful İslam ləqəbini daşımışlar. Həbibullah ləqəbini daşımışlar və İslamı bütün dünyada yaymışdılar. Mən mənarı por konəm afaq ra, kur gərdanəm dö çəşmi ağ ra, Mevlana demişdi. O əsasda biz demək olar sizinlə milli fəlsəfədən, milli hikmətdən danışdıq. Sonralıqda neçə sempozyumda da bizim iştirakımız oldu. O cümlədən Uluslararası Türk Dünya Sempozyumunda orada iştirak etdik. Sonradan Quniyyədə olan seminar Mevlana ilə bağlı orada bizim çıxışımız oldu. Amma yavaş-yavaş biz o iki töhfədən gəldik üçüncü töhfəyə, yəni elmin metodolojisindən də danışdıq. Elmin metodolojisi bu idi ki, elm birinci dəfə türk müsəlmanlar alimlərin əli ilə, təcrübə ilə, müşahidə ilə barışdı. Və o zirvədə oturan alim Əbu Reyhan Burunlu ya Əbu Reyhan Biruni idi ki,
fərqli kitablar yazdı. Bu adam eyni Alkibat kimi düşünürdü. Deyirdi mənə azmaşgahı lülələrin içində gərək görsədəsiz, mən hər şeyə inanam. Ərəstunu nəqd elədi. Xurafə ilə qarşı-qarşıya getdi bu adam. O əsasda Təhqiq-u Malil Hind kitabını yazdı ki, getdi Hindistanda Məhmud Qəznəvinin sayəsində hindlilərin dinlərini, dillərini mütaliə çəkdi. Əs-Səydənətü Fit-Tibb kitabında deyirdi ki, məni ərəbcədə siz yaman yoğuz desəz, çox yaxçıdır fars dilində siz məni tərif və təmcid eləyəsiz. Əbu Reyhan Biruni fars dilindən çox xoşu gəlməzdi. O əsasda deyərdi ki, bu dil təhcə şahların divanlarına yaxçıdır, nağıl demək üçün yaxçıdır. Və metodoloji elmidə demək olar ki, bu təcrübə ilə barışmaq Batı dünyasına da sızdı. Oradan Venizdən geçdi Avropaya, Afrikanın baş tərəfindən geçdi Avropaya. O zaman ki, Avropalılar hamama getməzdilər, behdaş yoxudu. Bizim içimizdə ətir düzəldi və otkulunlar düzəldi və onlara kitablar bu xüsusda yazıldı. Ona görə demək olar ki, biz bunları sizinlə paylaşdıq. Mən Allahdan sizlərə can sağlığı istəyirəm. Quran buyurmuşkən dedi ki, biz dediyimizdə əgər xəta da eləsək, əgər nisyani də olmuş olsa, Tanrı biz sənə pənah gətiririk. O əsasda gər xəta گفتی اصلاح هشت کن مصلحی تو ey تو sultan-ı səxun. Sağ olasınız, sağ qalasınız.